Selamünaleyküm. Yorum yazanlar, direkte yazanların ömrü belə falan. Söyüşçülərinə, tutanmışsa özü hörmətsiz olsun. Ben bunu belki 80 dəfə demişəm. Söyüş eləyirsiniz, ortaya çıxmışsınız. Sonra oturup fikirləşirəm ki, rüfəti paddeşk eləyənlər rüfətdən artıq olmayacaq ki. Rüfət də pul olanda ortaya çıxdı. Belə eləyirdim, gəlirdi, görüşürdü. Sonra da mən İrana gəldim, itdi. Nə qədər gizlin qalacaq, nə qədər gizlənəcək. Bu səfər həqiqətən ciddi deyirəm. O paçan var, 20 yaş, 22 yaş. Neçə rüfətin nömrəsini bilməyən, bir dəfə ondan salamlaşmayan. Sizə nə olub, hə? Dədizlə işim yoxdur, bacızla işim yoxdur, anızla işim yoxdur, arvadızla işim yoxdur, sevgilinizlə işim yoxdur. Nə olub sizə? Nədir belə canpaşanlıq eləyirsiniz? Medal verəcək rüfət sizə. Rüfət heç qozunu olmayacaqsınız, özü hörmətiz olsun da. Belə onu sevirsinizsə, gedin onu tapın. Ona görə belə xoduz varsa tapın. Dinən ki, rüfət, sənin dərin nə qədər qalındır, nə vaxt çıxacaqsan üzə. İstəmirəm, başqasıyla işim olsun. Çünki bütün qəzəbimi ona saxlamışam. Onu mən etməyə saxlamışam. Onu o yanında o 2 nəfəri. Vüsalı onlardan saymıram. Vüsal çünki heç kim. Bir adam ki İrandaydı, neçə il idi Azərbaycanlılara bizimkilə meydan oxuydu. Gəlin görüşün, gəlin görüşün. Mən buradayım, görüşmür. Hər cürdə görüşməməyə bəhanə etsən var idi. Dövlət adamıdır, dövlətə işləyir, DTX xarici kəşfiyyatıdır. Giz söhbətlər nə qedirsə onunla çıxır. Ona görə mən adam saymıram. Həm ona görə, həm bundan nə söhbət edin? Bu bayrağı milləti söyən adamdır. Bunu da görən kimi bu görə qadın paltarı giydirək, buraxar şəhəri. Onda da gedəcək, biz ifadə tutdular, şəhət elətdirəcək, yenə burada bir problem olacaq. Onda görə iş verən mənəm, yoxsa oldu. Buna bir quş. Mən rüfəti söyməkdən yoruldum, o peysər atmaqdan yorulmadım. Çıxın düzə, mən əsəbdən həqiqətən partlayıram. Gecəm gündüzüm olur ki, sizi öldürmək, başa düşsən. Və deyirəm, sizin axırda çıxacam. Cavan uşaqlar söyəndə 2 dəqiqəyə tapıb şey eləmin. Əgər 1 qram kişiliyiz varsa, 1 qram mənliyiz varsa, sizi o söyənlərin əgər qarşısını almaq istəyirsinizsə, gəlin mənlə danışın. Mən də gizlənməmişəm. Bunu ki, əvvəl elə bilirdilər, gizlənmişəm. Bunu ki, hər kəs bilir ki, gizlənməmişəm. Bu sizin yalanlarınız idi, Tural gizlənib, görüşmür. Mən ortadayam. Siz yoxsuz. Bu gündən etibarən kim rüfəti istəyir, daha başqa yolum yoxdur. Səni ortaya çıxarmaq üçün budur. Söyün. Əgər sizin üstə bir yeri gəlsə, deyin ki, o da ağsaqqal geçsin, Turalı sustursun, susacaq. Bazarda işləyənlər, taksi sürənlər, evinə zəhməti ilə pul aparanlar, sizdən pul istəyəndə bu Rəşad kimi götürər, Rəşad. Deyin, vermirik, o daha. Demir, problemimiz onda həll edəcəm. Özləri, mən öz rüfətinin götünə düşüb deməmişəm. Keçən sentyabrda mənə problem həll elə. Özləri mənə tapıblar, bunu da düzəldək. Özləri məndən sivyaz qurbar, özləri bilə, qardaşım, gəl Moskvaya, gəl, biz sənin qulluğunda hazırıq, belə filan. İndi deyir ki, belə idi, filan idi. Yəni, bunlar qəhbədir, heç kim ona pul verməsin. Heç bir yerdən ona dolya verməyin, aylıq versin. Bu deyir ki, qaqaşın vəziyyəti pisdir. Qaqaşın vəziyyəti pisdir, pul verir. Bir də, indiyə kimi Zaursa heç söz göndərməmişdim. Bu dayıoğlu Zaur deyirlər ona. Bilmirəm, qardaşın içəridədir, yoxsa içəridə deyil. Bir anda məktubu gəlmiş ki, Zaurun qardaşına bazarlıq eləyib göndərəcək. Hətta sənin adından istifadə eləyib. Bu Rəşad. Bu Rəşadın vurun başına əzində. Rəşadın nə xeyri var ki? Rəşadın Feyzbək 2 dəqiqə onu götürər. Prosta götürmür, deyir, bizə sərf edir, suka kimi qalıb ortada. Bütün məlumatlar bizə çatdır. Adi biraz dərindən baxın, görün ki, təhmasibi deport öyrətdir. Yəni, bu iş verəndir də. İş verənin nə avarı olar, nə avtoritet olar, nə oğru olar. Rəşada bir quş. Bunlar özləri mənə tapıb, rüfət, səni baraz, sən belə yorulmuşsan üzə çıxmaydan. Mən də bax ki, sən söyməkdən yorulmayacam, başa düşsən. Şərəfin olsun, çıx, konferans elə. Sən gələ bilmirsən, Rəşadı göndər.
Muradı yöndər. Bu söhbətin axırına çıxdım. Bu pul söhbətidir. Uca puldan çıxdı. Puldan çıxdı, sən belə qatıq çox danışdınız orada, burada. Sizin ağzı dıracam. Sizin ağzı dıracam ki, sizin yolunuz yoldur. Başa siz ancaq cibinizə fikirləşdiniz. Neçə tane dustağınız var. Gör bir dənədir. Neçə tane sizə görə şu ölən cavan var. Gör bir dənə, iki dənədir. 3 rəqəmliyə keçir, 100-ü keçir. Siz hansının ailəsinə baxmısınız? Hansının ailəsinə baxırsınız, yardım edirsiniz? Heç birinə. Ancaq özünüz fikirləşdiniz də. Zavanda bu İmam Hüseyin aşiqləri kimi sənin özlərinə fanatizmə gediblər. Rüfət şey eləməz. Rüfət niyə eləməz? Rüfət kimdir? Rüfətin mənə düz əməlini göstərin. Gəlin düz əməlini göstərin ki, filan kəs onun ətrafındaydı, zərər gördü, içəri düşdü, tutuldu, hələ ailəsinə baxır, kömək edir. Bir dənə gəlin 5 dənə bundan sayın mənə. Görün 5-də 6-ını deyə biləcəksiniz. Yəni bunun ətrafında onlar qırılın bundan, xahiş edirəm, ağıllı adamlar, haqqı bilən adamlar, atın bunu. Bunlar şərəfsizdir, bunlar tək mən eləməyiblər. Tək mən də deyirəm danışan. Amma kiməsə gücləri çatırsa, zəif görürsə, gedir onları cəzalandırırlarsa, ona stop eləyin. Kiməsə deyir, məsəl üçün, başlayır deyim, atıram da, məsəl üçün, Əli, Vəli, nə bilim, Andrey, deyir, get filan kəsi tut, mənə söyüb, getmə. Dinən ki, sən Turalı tut, cavabını ver, mən də bunu yedim. Ona görə kim onu söyləmək istəyir, söysün. Kim onun haqqını kəsib, haqqın yoxu gəlib əlavə sizdən plan ver, vermək istəmişsiniz, verməyin. Deyin ki, baxın, o Tural deyir ki, Rüfət heç kimdir. Turalı susturun verək. Daha sən belə də qızışdıram, gəldi üstümə. Ya da vaxt dinən ki, Türkiyədə falan vaxtı gəlirəm Türkiyəyə. Görüşək, görək Allah sizə verəcək, yoxsa mənə verəcək. Qəhbə gəlmişsiniz, qəhbə edirsiniz, Praqonu da çıxadacağım, türmələrə də göndərtdirəcəm, amma ondan da soyumayacağım. Sizi, ölümünüz mənim əlimdə olacaq.